İşğaldan azad ərazilərə böyük qayıdış davam edir. Bugün Ağdamın Kəngərli kəndinə növbəti köç kərvanı yola salınıb. Daha 49 ailə, 232 nəfər kəndə köçürülür. Köç edilənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdə. Bununla da Kəngərli kəndinə indiyədək 109 ailə, 487 nəfər köçürülmüş olacaq. Çox qürurluyam. Bugün qayıdırıq kəndimizə, Ağdama, yenidən öz elimizə, obamıza. Minnətdarlığımı bildirirəm Ali Baş Komandanımız cənab İlham Əliyevə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bu qürur hissini bizə yaşatdı. 9-10 yaşımda çıxmışdım, qaşqın kimi, həyəcanla, qorxuyla, uşaqlıq xatirələrində, amma çox sevinclə, qürurla geri qayıdıram. Mən çox sevinirəm, çox həyəcanlıyam ki, Ağdam rayonu Kəngərli kəndinə köçürəm. Həqiqətən çox həyəcanlıyam, sevincimin həddi hüdudu yoxdur. Mən özüm də aşığam, musiqi ifa edirəm, musiqi ilə məşğul oluram neçə ildir ki. Və mən orada öz musiqi sənətimi, öz musiqimi Ağdam Kəngərli kəndində də yaradacam və orada nəsildən nəslə ötürəcəm.